Salam əziz uşaqlar. Bugünkü dərsimizdə biz 3-cü siniflər üçün mərtəbə vahidi, mərtəbə vahid sayı və mərtəbə qiymətinin nə olduğunu öyrənməyə çalışırıq. Nümunə üçün bir ədəd götürürük. 452. Bizdən mərtəbəsini soruşanda biz bilirik, bax, təklik, onluq, yüzlük. Yüzlüğün altından mərtəbə soruşanda yüzlük yazırıq. Onluğun altından təklik. Yəni mərtəbə deyəndə nəzərdə tutulur yüzlük, onluq, təklik. Ədədin altından yazdıq. Mərtəbə vahidi dedikdə, yəni ədəd nəyin yerində dayanıb? 4. Yüzlüyün 100, 5 onluğun yerində 10, 1 də, üzr istəyirəm, 2 də təkliyin yerində dayanıb, yəni 1. Yəni mərtəbə vahidi dedikdə bunlar nəzərdə tutulur. Sonra mərtəbə vahid sayı dedikdə ədədin durduğu yerdəki sayını yazırıq. Baxın, yüzlükdə 4, 4'ü yazırıq. Onluqda 5, 5'i yazırıq. Təklikdə də ki 2'dir. Mərtəbə vahid sayını, mərtəbədə durduğu sayı yazırıq. Sonra mərtəbə qiyməti dedikdə isə, yəni bizim mərtəbəmiz nədir? Yüzlükdədir və ədədimiz 400'dür. Düzdürmü? 400 yazırıq. Onluğu nədir? 50. Təkliyi də 2'dir. Yəni bu qədər asandır. Diqqətlə dinləsək, yəni bu qayda ilə öyrənmək çox asandır. Gələn dərsimizdə inşallah görüşərik.